Salam, hər vaxtınız xeyir olsun, dəyərli riyaziyyat sevərlər. Bugündən artıq YouTube kanalımızda sıfırdan riyaziyyat dərslərimizə başlayacaq. Əgər dərslərimizin davamının gəlməyini istəyirsinizsə, kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın, zəhmət olmasa. Qeyd elədiyimiz kimi dərsdə sıfırdan başlayacaq. Hansı ki, riyaziyyatın təməli olan natural ədədlərdən. Natural ədəd nədir? Natural ədəd əşyaları saymaq üçün istifadə etdiyimiz ədədlərdir. Ümumi şəkildə saymaq üçün istifadə etdiyimiz ədədlərdə deyə bilərik. N hərfi ilə işarə edirik, böyük N hərfi ilə işarə edirik. Sıfır natural ədədlərə daxildirmi? Bu biraz mübahisəli hissədir. Çünki bəzi mənbələrdə sıfır natural ədədlərə daxildir, bəzi mənbələrdə. Amma klassik riyaziyyatda isə sıfır natural ədədlərə daxil deyil. Çünki biz sayanda natural ədədlər deyiriksə, sayanda 1, 2, 3 və s. sonsuza qədər gedən ədədləri nəzərdə tuturuq. Yəni, sayanda əşyaları 0, 1, 2, 3, 4 deyə saymırıq. Buna görə klassik riyaziyyatda 0 natural ədədlərə daxil edilmir. Növbəti olaraq natural ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsi olaraq bir neçə dənə sadə nümunəyə baxa bilərik. Toplanmasına baxa bilərik. Məsələn, 3 üstə gəl 7 deyək, 10 eləyər. Ən sadə nümunələrdən gedirik. Çünki məqsədimiz sıfırdan necə deyirlər, bazanı, təməli yaxşı qurmaqdır. 3 üstə gəl 7, 10 eləyər. 15 üstə gəl 20, 35 eləyər. Yəni, bu nə deməkdir? İstənilən natural ədədin cəmi natural ədəd verəcək. Yəni, natural ədədlərdən hər hansı birini, böyüklə kiçiyi və ya eyni iki natural ədədi də götürsək, cavabımız yenə natural ədəd verəcək. Bu qayda hasil üçün də, yəni vurma üçün də keçərlidir. Hansı ki, məsələn, 3 vurulsun 7, 21-dir, 5 vurulsun 8, 40-dır və ya eyni ədəd nəzərdə tuturuqsa, 6 vurulsun 6, 36-dır ki, bunların da hər biri natural ədəddir. Yəni, natural ədədlərin cəmi kimi hasili də hər zaman natural ədəd olur. Birinci hissədə qeyd eləmişdik ki, natural ədədlərin cəmi ilə hasilində hər hansı halda cavab yenə də natural ədəd olur. Amma bəs fərqi və nisbətində burada isə istisna hallar var. Hansı ki, deyirik məsələn, 10 çıxılsın 3 bərabərdir 7, naturaldan çıxdıq natural, cavab natural verdimi? O uyğundur, qaydamız düz gedir. Amma bəs 3-dən 10 çıxsaq, 3-dən 10 çıxsaq, hər ikisi yenə naturaldır, amma cavab natural verəcəkmi? Verməyəcək, mənfi alacaq cavabı. Yəni, kiçikdən böyük çıxan zaman cavabımız mənfi alınır. Bu zaman mənfi ədəddə natural ədədlərə daxil edilmir deyə. Bu hal üçün deyirik ki, çıxılmasında bütün natural ədədləri bir-birindən çıxanda hər dəfə cavab natural ədəd verməyə bilər. Bu eyni zamanda bölmə üçün, yəni nisbəti üçün də keçərlidir. Məsələn, 20-ni bölərik 2-yə, cavab eləyər 10. Amma 2-ni 10-a bölsək, cavab natural eləməz. Cavab alacaq mı? Alacaq. Tərəddüdsüz alacaq. Amma natural cavab alacaq mı? Almayacaq, təəssüf ki. Yəni, buradan belə bir nəticəyə gəlib çıxırıq ki, toplama və hasil, natural ədədlərin cəmi və hasili hər zaman natural ədəd verir. Amma fərqi və nisbəti təəssüf ki, hər zaman natural ədəd verməyə bilir. Ümumi olaraq indiyə qədər natural ədədlər haqqında nə öyrəndik deyə təkrarlamalı olsaq, dedik ki, natural ədədlər əşyaları saymaq üçün istifadə etdiyimiz ədədlərdir. Böyük N hərfi ilə işarə edirik. Bəzi mənbələrdə sıfır natural ədəd kimi götürülsə də, klassik riyaziyyatda sıfır natural ədəd kimi götürmürük. Çünki biz sayarkən birdən başlayıb sayırıq və sonsuzluğa qədər gedir. Natural ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsi də ən çox istifadə etdiyimiz hissə. Toplanması ilə vurulmasında, yəni cəmi və hasilində hər hansı halda cavab yenə də natural ədəd verir, amma çıxılması ilə, yəni fərqi ilə nisbətində cavab hər zaman natural ədəd verməyə bilir. Belə videoların ardının gəlməyini, davamlı gəlməyini istəyirsə, dəyərli, əziz riyaziyyat sevərlərimiz, kanalımıza abunə olmağı unutmayın.
Videonu like eləyib paylaşmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirik.